Əgər Montenegroya daimi yaşamaq üçün köçməyi düşünürsünüzsə, burada iş qurmaq mümkündür. Cəmi 2000 avro və 4 sənədlə 10 gün ərzində biznes açmaq olar. Montenegro hökuməti yeni müstəqil dövlət olduğu üçün xarici investisiyaları cəlb etməyə və iş imkanlarını genişləndirməyə çalışır. Son 8 ildə burada 50 mindən çox xarici vətəndaş biznes qurub. Montenegroda iş qurduqda oturma və iş icazəsi almaq daha asan olur. Əgər bir neçə yüz min avronuz varsa, ev alaraq da oturma hüququ əldə edə bilərsiniz. Ancaq burada oturma icazəsi hər il yenilənməlidir. Əgər 5 il ərzində ölkədə yaşayıb işləsəniz, daimi yaşayış hüququ qazana bilərsiniz. Hətta Montenegro vətəndaşı ilə evlənsəniz, vətəndaşlıq almaq da mümkündür. Montenegro Avropa İttifaqına qoşulmağa namizəd ölkələrdəndir və 2030-cu ilə qədər tam hüquqlu üzv olacağı gözlənilir. Bu baş verdikdə ölkənin iqtisadiyyatı güclənəcək və vətəndaşları Avropada sərbəst hərəkət edə biləcəklər. Ölkənin rəsmi valyutası avrodur və alış-verişlər avro ilə aparılır. Vergi dərəcəsi cəmi 9% təşkil edir ki, bu da biznes üçün əlverişli şərait yaradır.